Uşaqlar salam. Bugün kimya formulları üzrə hesablamaları izah edəcəm. Başlayaq birinci sualdan. Bir natrium KCOH birləşməsi uyğun olaraq element atomlarının sayı nisbətini müəyyən edin. Deməli, element atomlarının sayı nisbəti aşağıda göstərilən rəqəmlərdir. Yəni natrium nə yaxında durub. Deməli, birinci sualı izah edirik. Durub 2. Karbonda aşağısında 1 yazılmayıbsa 1 deməkdir. Oksigen ayağında da 3. Deməli 2, 1, 3. O da olur bizdə A variantı. Keçək ikinci sualı. İkinci sualda da deyək ki 2, 1, 4 olan hansıdır? Gəlin baxaq. Burada da biz tapmalıyıq. 2, 1, 4. Gördüyünüz kimi C variantında kalium 2 S O4-də nisbət 2, 1, 4 kimidir. Deməli, o da oldu bizdə C variantı. Keçirik üçüncü sualı. 3-4-də indekslərin cəmini hesablayın. Baxırıq ki, burada hidrogen ayağında durub 2, kükürdün aşağısında yazılmayıbsa 1 deməkdir. Oksigende də 4. Neçədir bu? Bizdə elədir bu cavab 7, yəni B variantı. Dördüncü suala baxırıq. H3PO4 indekslərin cəmini hesablayın. 3, 1 və 4. O da elədir bizdə 8. Yəni oldu bizdə C variantı. 5-ci suala baxırıq uşaqlar. 5-ci sualda deyir ki, NO2 nisbi molekul kütləsini hesablayın. Nisbi molekul kütləsi uşaqlar Mr-dir. Mr. Nisbi molekul kütləsini taparkən biz ayırlarını aşağısındakı saya vururuq və toplayırıq hamısını. Məsələn, azotun ki 14-dür, düzdürmü? Azotun gəlin birinci düsturu yazaq uşaqlar. Ayırları, indekslərini vurub toplayırıq. Ayır azot. Vuraq 1. Üstə gələk. Ayır oksigen. Oksigen ki neçədir? Uşaqlar 2. Vururuq 2-yə. Və buradan da biz Mr-i tapmış oluruq. Məsələn, ayır azotun ki 14-dür. 1-ə vuranda neçə eləyir uşaqlar? 14. Bəs oksigen ki neçədir? 16. 16-dan 2-yə vururuq eləyir 32. Cavab da eləyir bizdə 46 uşaqlar. Demək 46 hansı variantdadır? D variantındadır. Aha, 6-cı sualda da eyni qayda ilə həll eləyəsiniz. 6-cı sualda da nə deyir? N2O3 nisbi molekul kütləsini hesablayın. Burada da azot 14, 14-ü 2-yə vurasınız 28, oksigen də 16-dır. 16-nı 3-ə vurasınız 48. Sorunları cəmləyəsiniz, cavab çıxır uşaqlar. Gəldik biz 7-ci sual. Biz ilk növbədə hidrogenlə oksigeni yandıraq. Hidrogen H2 yazılır. Üstünə gəlirik oksigen və alınır bizdə nə? Su. H2O. Aha, əmsalaşdırırıq. Burada 2 düşür, burada 2 düşür əmsalaşdırılandan sonra. İncidir 16 qram hidrogen. Baxırıq ki, burada neçə qram hidrogen var? 4 qram, düzdür? Deməli 4 qram hidrogendən biz baxırıq ki, nə qədər su alınır uşaqlar? Əvvəlcə aşağıya baxırıq. Normal qaydada. Nə qədər su alınır? Suyun Mr-i neçədir uşaqlar? 18. Yəni 2 vuraq 18 qədər su alınır, düzdürmü? İndi bizə 4 istəyir. Bəs 16-nı istəyir. Bəs 16 qramla nə qədər alınır? Bilmirik. Bunu tapacağıq. X. O da buradan həll eləsəz uşaqlar. Görərsiniz ki, cavab eləyir 144. Yəni D variantı. Amma 8-ci sualda da kükürdlə yandırasınız. Eyni qaydada bu tənasüblə həll eləyəsiniz. 9-cu sualda da qaydada 10-cu suala baxaq. Onda deyir ki, nitrat turşusunun bir molekulunda cəmi neçə atomdur? Bunu turşu dərsində öyrənəcəyik uşaqlar. Nitrat turşusu belə yazılır. HNO3. Düzdürmü? Deməli, heç nə burada atomlarının sayını tapırıq. Hidrogenda bir dənədir, azotda bir dənədir, oksigende də 4 dənədir. O da eləyir bizdə 6, yəni eləyəcək B variantı. 11-ci suala baxırıq. 11-də nə deyir? Deyir ki, nisbətləri B olan birləşmənin formulunu müəyyən edin. Uşaqlar, biz bilmirik ki, kalsiumda
neçə atom var indeksində, yəni kalsium x yazaq. Biz bilmirik kükürddə nə qədər var, kükürd indeksini y yazaq. Biz bilmirik oksigende nə qədərdir, onu da z yazaq. İndi gəlin baxaq. Bunların nisbətlərini tapmaq üçün x böl y böl z. Verilən kütlələri onların öz ayirlərinə bölmək lazımdır. Yəni bizə verilib 5, düzdürmü? Baxın, burada kalsium 5 verib, kükürdü 4 verib, oksigeni 6 verib. O şəkildə yəni baxırıq. Yəni bura 5 yazırıq. Kalsiumun ayırı nə qədərdir uşaqlar? 40-dır. 40 bölürük. Kükürdü neçə yazıb? 4. Kükürdün ayırı neçədir? 32-yə. Aha. Sonra onu da bölürük. Oksigeni 6 yazıb. 6'na da bölürük. Oksigen 2 16'dır. Aha, bundan sonra biz bunu necə həll edirik? Bundan sonra birinci buranı həll edirik uşaqlar. Baxın, buranı həll edirik. Daha sonra buranı həll edəcəyik. Baxın, bu hissəni həll edirik. Oy, getdi bu. Buranı həll edirik. Aha, gəlin birinci buranı həll edək. Buranı həll eləmək üçün ixtisar aparırıq və yaxud da siz daha rahat görəsiniz deyə bunları belə-belə, bunlar bölməyi daxil. Baxın, bura bölmədir. Yaxud da buranı. Yəni 5-i vurasız 32-yə, tənasübdəki. Böləsiz 4, vurasız 40-a. Eyni şey burası ben bu şəkildə yazdım. Bunu da buna böləndə uşaqlar 1 kimi düşür. 1'in 1'ə düşür elə bir ki. Sonra buranı həll eləyəndə yenə bura 1 olacaqdır. Çünki bu 1 ortadadır axı. Bu həm buna aiddir. Yəni həm buna aiddir, həm buna aiddir. Bu da 1 düşür. Burada isə qalır 3. Yəni nisbət neçə oldu? 1 1 3. Kalsium SO3, o da bizde B variantında olmuş oldu. 12'ye bakalım. 12'de ne deyir? Deyir ki, tərkibində azot və oksigen kütlə nisbətləri bu şəkildə olan azot oksidini müəyyən edin. Gəlin müəyyən edək. Biz yenə azot yazıram və oksigen yazıram. Yəni biz bilmirik azotun indeksi neçədir, oksigenin indeksi neçədir. Bu şəkildə yazandan sonra biz nisbəti tapmalıyıq, düzdürmü? Yenə yazıram x bölək y. Bunu tapmaq üçün azotunkini verib 7. 7'ni bölürəm azotun öz ayırına, yəni 14'ə. Oksigeni də bölürəm 12 verib 16'ya. Yine yazıram 7 vuraq 16 bölək 14 vuraq 12. Düzdür? Bunları ixtisar aparsam uşaqlar bura 2 düşür. Buranı da yəni 4'ə ixtisar aparaq. Bura düşür 4, bura düşür 3. Bunu da ixtisar aparsam bura düşür 2. Deməli neçə oldu? 2 və 3 kimi. 2, 3, o da N2, O3, C variantı. 13 də belə həll olundu. 14'ə baxırıq. 12 belə həll, 13'ə baxırıq. 13'ə nedir? 50 qram kalsium X2 birləşməsi verir və deyir bunun içində 10 qram kalsium var. Deməli bizdə var kalsium X2, düzdürmü? Kalsium və X2. Deyir ki bu ümumilikdə 50 qramdır. Yəni bu 50 qramdır. Bu 50 qramdırsa deyir bunun 10 qramı kalsiumdur. Bunun 10 qramı olsun kalsium. Deməli X2 40 qram qalır da, düzdürmü? 40 qram. İndi gəlin həll edək. Yəni nisbət kimi edək. Onu bölək 40'a. Kalsiumun öz ayırına da. Və bölək 40'da x2. 40'ı da bölək 2 x. Düzdürmü?
Buradan da uşaq tapsaz görərsiniz ki, x neçədir? 80-dir. Yəni cavabımız olur Y variantı. Aha, 14-ə baxırıq. Deyək, kükürt dioksidin, kükürdün kütlə payını tap. Aha, indi gəlin kütlə payını tapaq. Uşaqlar, kütlə payı omega ilə işarə olunur. Bizdən kükürdü istəyir, aşağısına kükürt yazırıq mötərizədə. Bərabərdir. Kükürt dioksid necə yazılır? Bu şəkildə. Yəni buradan yazaq. SO2. Düzdürmü? İndi buradan bizdən kükürdün kütlə payını istəyir. Kükürdün kütləsi nə qədərdir uşaqlar? 32. Aşağısında 1 var deyil, 1 yazırıq. Bölürük. SO2-nin MR-ini tapmalıyıq. MR-i necə tapırdıq? 32 üstə gələk, 16 vuraq, 2. Və vururduq neçə? Faizdən istəyirək, 100-ə. 100%. Bu şəkildə taparsın. Gəlin tapaq. 32, 50% ecə. 50. Bu da D variantı. 15'ə baxırıq. 15-də variantlara baxırıq. Hansı düzdür, hansı səhvdir, onu müəyyən edirik. Bizdən nə istəyir? Göstərilmir. Yəni səhv istəyir bizdən. Deməli, baxaq. A variantına baxıram. H2S. Hidrogen 1. 1 2-yə vururuq 2. Kükürt 32. 2 bölü 32 necə eləyir? 1 bölü 16. Yəni ixtisar aparırıq. 1 bölü 16. Deməli, A düzdür. Baxıram B-yə. 2 dənə hidrogeni var. Bir dənə də oksigeni var. 2 bölü 16. 1 bölü 8. Deməli, bu da düzdür. C-yə baxıram. Karbon və oksigen. Karbon neçədir? 12-dir. Bölürəm. Oksigen də 16-dır. İxtisar aparam 4-ə. 3 böl 4 kimi. Deməli, C variantı səhvdir uşaqlar. Yaxşı mı? C variantı səhvdir. Çünki ikisi 4 ixtisar aparanda 16-nı 4-ə bölünür, 4 edir. 2 eləmir. Deməli, 16 oldu cavab C. Diğərlərində yoxlayarız. 16. 16-da düzgün istəyir. Eyni qaydada həll edirik. 18-də 17-yə baxaq. 17-də eyni qaydadadır. 18-ə baxaq. Karbonun yanmasından 24 qram. Uşaqlar, deməli, bundan bayaq bilin elədik, amma yeni də eləyə bilərik. 18-ə baxaq. Karbonun oksigeni mən yandırıram. Alınır CO2. Əmsallaşdırma ehtiyac yoxdur, çünki hamısının qabağına 1 düşür. Deyir, karbonun yanmasına 24 qram oksigen sərf olunduqda 24 qram neçə mol əmələ gəlir? Bilmirəm neçə mol. X mol. Yaxşı, bəs oksigen 32 qramdır. 32 qramla isə 1 mol. Aha, burada 8-ə ixtisar aparsaq, bu eləyəcək 4, bu eləyəcək 3. 4x bərabərdir 3-ə. X də bərabərdir 0,75. O da Y variantı. Aha, 19'dan. 19'da da eyni qaydadadır. Gəlin istəyirsiniz reaksiyanı birdən bilməzsiniz. Reaksiyanı deyim. Ona istəyirsən həll edin. 19'un reaksiyasını belə düşək. Dəmir, üstə gəl, kükürt, alınır dəmir S. Dəmir S. Budur reaksiyamız. Buna sayəsində həll edəriz. Aha, 20'yə baxaq. 20'də ilkin anlayışlarda buna oxşar bir dənə sual var idi. Uşaqlar, 12'nin 3'də 4 hissəsini deyir tapın bizə. 3'də 4 hissəsini niyə belə oldu? Aha, 3'də 4 hissəsini tapın deyir.
Zapassız bu da eləyəcək 16. 16 da oksigendir. O da eləyir Y. 21 də o şəkildə həll edirsiniz. Gəlin 22-yə baxaq. Uşaqlar, 22-ni oxuyuram. Deyir, X və Y elementlərindən ibarət birləşmədə Y atomlarının sayını, X atomlarının sayını 1.5-ə bərabərdir. Heç variantlara baxıb yoxlayırıq, uşaqlar. Məsələn, gəlin A-ya baxaq. Yəni, Y X-ə bölünü 1.5 eləsin. 5-i 2-yə bölürük, 2.5 eləyir. Deməli, bu deyil. B-yə baxırıq. 1-i 2-yə bölürük, 0.5. Bu da deyil. 4-ü 2-yə bölürük, C variantı 2 eləyir. Bu da deyil. D-də də 3-ü 2-yə böləndə 1.5. Deməli, cavabımız 1.5-dir. 23-də qaydada həll edirik. 24-də baxaq. Deməli, uşaqlar, gəlin 24-də bir-bir verilənləri yazaq. Bizə verib X2O. Bizə verib Y2O. Bizə verib Z2O. Düzdürmü? Aha. Və deyir, məsələn, X2O-da molekül 18-dir. Biz bilirik ki, bunun 16-sı oksigendir. Yerdə qalır 2. 2x-ımız 2-dirsə, deməli x-ımız 1-dir. Düzdürmü? Sonra keçdik Y2O. 20 verib. 20-nin 16-sı oksigendirsə, 4-ü qalır. 2y-imiz 4-dirsə, y-imiz olur 2. Z-də baxırıq. 22-dən 16 çıxırıq 6. 6-nı da 2-yə bölürük 3. Deməli, Z-imiz də 3-dür. Bu olur bizdə P, proton, bu olur deuterium, bu da olur bizdə tritium. Hidrogenin izotopları belə idi. 1, 1, 1, 2, 1, 3. Aha, bu olacaq bizdə proton, bu olacaq bizdə deuterium, bu olacaq bizdə tritium. Bu şəkildə yazmış olduq. 25 də o şəkildədir. 26-ya baxaq. 26 deyir, hansılarda hidrogen atomlarının sayı bərabərdir. Aha, baxaq. Deyir CH4, 2 mol CH4. CH4-də neçə dənə hidrogen var? 4 dənə. Amma bizə 2 mol deyirsə, deməli 2-ni 4-ə vuruq, 8. Deməli 1-də olacaq 8 hidrogen atomu. 2-yə baxırıq. C2H6-da 6 dənə hidrogen var. Bir dənəsində istədiyilə 6 qalır. 3-ə baxırıq. NH3, 3 dənə hidrogen var. 2-yə vururuq, neçə elədi? 6. 4-ə baxırıq. 4-də deməli 10 dənə hidrogen var. 1-ə vururuq, 10 eləyəcək. Deməli 2 ilə 3, o da oldu bizdə Y variantı. Niyə belə yazıldı? Y variantı oldu şu an. Gəldi 27-yə. 27-ni yazaq. Nə deyir? Deyir X2, Y3 bizim formumuzdur. X2, Y3 bizim formumuzdur. Deyir ki, burada omega Y 48'dir. Yəni bu Y2 48'dir. Bu 48'dir. Faiz. Onda X-a nə qədər qalır? 52. 52 faiz, düzdürmü? Gəlin, indi biz buradan X-i tapaq. 52 bərabərdir. X tapırıq axı. 2x sürətdə yazılır, tapılan sürətdə yazılır. Aşağıda ümumi bunun emeri yazılır, yəni x2, y3-ün emeri yazılır. Yəni 2x üstə gələk 3 vuraq y2 nə qədər verib bizə? Baxın cədvəldə y 32 verib. 3-ü vursuz 32. Və 100-ə də vuranda faizini tapsın. Buradan da uşaqlar x 52 çıxır. Yaxşı mı? 52. 52 daha variantıdır. Bu qədər. 28 də o qaydada 29-a baxaq. 29 da maraqlı sualdır. Sadəcə sağı sola bərabər eləməliyik. Yəni ki, sağdakı atomların sayı soldakı atomların sayına bərabər olmalıdır. Gəlin bunu yazaq. Bir dəqiqə reaksiyanı yazın. Aha, yazdıq. Deməli, baxırıq birinci yuxarıdakına. Deyirik ki, x, y.
Deməli burada 2 dənə x varsa, deməli m-imiz də elə 2 imiş. Bu m oldu 2. Burada 2 dənə y var. Deməli y 2 dənədir. Burada da solda da 2 dənə y olmalı. Deməli n də oldu 2. Gəldik bura. M-imiz 2, düzdürmü? Burada nədir? Z-imizi də verib burada özü 2. Deməli bizdə oldu 6 dənə x. Düzdürmü? 2 də mol qabağında vardı. Deməli aşağısına 3 yazsam mən x-i, yəni 3-ünü bura 2-ni qoyasaq, burada 2-ni düşürdürəm elə bir aşağı 2. Aha, 2-ni 3-ə vuranda yenə 6 edir. Və sağda da 6 x oldu, solda da 6 x oldu. Z-də 2-dir. Düzdürmü? Z-də 2-dir. Qabağında 2 vardı ya, mən bura bir dənə z yazsam, bu aşağı yazılmışsa 1 deməkdir. 1 də 2-yə vuranda 2 edir. Deməli nə oldu bir formulumuz? x3 z. O da hansı variantdır? A variantı oldu. Belə maraqlı sual idi bu da. 30-da eyni qaydada həll edirik. 31-də də bir-bir qoyarsaq uşaqlar taparız. Bunlardan bayaq işlədik. 32-də eyni qaydada, 33-də eyni qaydada, 34-də baxa bilərik. R2 O5 düzdürmü? Deyir ki 14 qramdır. Bunun 8 qramı oksigendir. Onda yerə nə qədər düşür uşaqlar? 6 onda 2 qram. 6 onda 2 qram qaldı bizdə R. Oksigenimizə 8-dir. Aha, gəlin bunu biz necə tapaq? Nisbət şəklində tapaq. Yəni ki 6 onda 2-ni bölək 2R-ə. Çünki 2 dənə var axı. Baxın burada 2 dənə R var. 2R-ə və buradan da yazıram. 8-i də bölürəm. 16 vuraq 5-ə. 5-i hardan aldım? Oksigen burada 5 dənədir. Aha. Uşaqlar, buradan tapsaz, tənasüblə həll eləsəz, R çıxır 31. R çıxır 31. Və bizin 31-i tapdınız, cavab 31 deməyin, dalını oxuyun. RH3 birləşməsinin molekul kütləsini tapın. Bizdən də RH3 istəyir. Yəni 31 R-imiz idi. 3 dənə də hidrogen üstünə gələsiniz, eləyəcək 34. Bu da olur bizə nə? Y variantı. Aha, bu da belə maraqlı sualdır. 35-ə baxırıq. 35-də yuxarıda bunu oxşarını işlədir uşaqlar. Metan alınmışdı cavab. Ona əsasən 35-ə həll edərsiniz. 37. Deyək ki uşaqlar, əgər birinci birləşmənin formulu x, y, 2-dirsə, onu deyir 2-3-ü tapın bizdən. Aha, deməli bizdə verir x, y, 2. Düzdürmü? Deyir ki, bax, birinciyə baxın qrafikə cədvələ. X-i necə göstərib? Baxın, xətlərin kəsişməsinə 7. Bunu göstərib 7. Y necə göstərib? Baxın, aşağıya 8. Deməli, buradan x-imiz 1 daxı, belə 1, 1, 7-dir. 2 y-imiz 8-dirsə, 2 dənəsini 8 göstərib də, deməli, bir dənəsi 4-dür. Y isə 4-dür. Buna əsasən 2-ni tapırıq, buna əsasən 3-ü tapırıq. Gəlin tapaq. Deyir ki, burada ikincidə x-i göstərib 14, x 14 göstəribsə, deməli x 2 dənədir. Düzdürmü? X 2 dənədir. Və deyir ki, y 8-dir. Deməli y-imiz də 2 dənədir ki, 1, 4 daxı. Deməli bu da 8-dir. Bunlar da 2-dir. Deməli bunları da biz ixtisar eləsək, olacaq bizdə neçə? X, y. Deməli ikinci birləşmənin formuludur bizdə nə? X, y. Üçüncüyə baxırıq. Üçüncü. Deməli baxın, burada deyir ki 21. Deməli x-dan 3 dənədir. Düzdürmü? 3-ü 7-yə vuranda 21 edir. Y də 8 verir. Deməli y-imiz də 2 dənədir. X3, y2. Bu şəkildə.
həll eləmiş olduq. 38 deyil. 34-də şifahi deyil. Deyir ki, bu və ya digər molekulun tərkibinin kükürt hansı kütləsi daxil ola bilməz. Bilməz. Uşaqlar, kükürt 32-dir. Kükürt 1 mol olanda 32 olur. 2 mol olanda 64 olur. 3 mol olanda 32-ni 3-ə vurursunuz. Yəni 32 elə ədədlər götürməlisiniz, 32 onlar bölünsün. Amma 48 32 bölünmür axı tam. Ona görə elə cavab olur 39-da A, 40-da eyni şəkildə. 41-ə baxaq. Deməli bizə verib H-xlor O. H-xlor O. Sonra verib H-xlor O2. Sonra verib H-xlor O3. Və sonra da verib H-xlor O4. Deyir ki, bu sırayla artsın. Yəni bu şəkildə gedəndə bu 60 olsun. Artsın. Birinciyə baxırıq. Turşunun 1 molunda olan xlorun kütləsi. 1 molunda olan xlorun kütləsi artmır axı. Bunlar ikisi də eyni qalır. Bax, eyni qədər xlor var hansında. Artmır. 1 səhvdir. 2-yə baxıram. Oksigenin kütlə payı artır. Bəli, çünki oksigenin sayıları get-gedə artsa, deməli kütlə payı da artmış olur. 3-ə baxırıq. Hidrogenin kütlə payı. Hidrogenin kütlə payı azalır. Niyə? Çünki ümumi kütlə artır. Ümumi, məsələn, deyək ki, bir var 25 kütlənin içində bir dənə hidrogen, bir var 50 kütlənin içində bir dənə hidrogen. Deməli, get-gedə azaldı. 41-də də olur 2. Düzgün cavab. 42 də o şəkildə həll olunur. 43-ə baxırıq. Tərkibində karbonun kütlə payı 75-dirsə, bunu tapın. Bunu işləmişdik bayaq uşaqlar. Bayaq işlədiyimiz sualdan. 44-də baxaq. Azot oksidinin 1/1 qramında 0,14 qram oksigen varsa, birləşmənin sadə formunu müəyyən edin. Deməli, azot oksidi bilmirəm mən. Neçə yazılır? Yəni, indekslərini bilmirəm. NX, O, Y yazılır. Düzdür mü? Ancaq bizə deyib ki, burada var 0,4 qram oksigen. Yəni, bu oksigen 0,4. Yerdə nə qaldı azota? 0,7. Düzdür mü? Aha, yine bayaqçı qaydada həll edirsiniz. Yəni 0,7-ni bölürsünüz azotun öz A yerinə 14-də oksigenin 2. Burada bölmə işarəsi olmadı. Oksigende də 0,4'dür. Bunu da bölürsünüz 16 yəni. Böləndə cavab çıxır uşaqlar. 2'nin 1'ə. Bu da bərabərdir x bölü y-də. Bu da çıxır 2 bölü 1 kimi. 2 bölü 1 kimi, yəni azotun ayağına yazırsınız 2, oksigen ayağına yazırsınız 1. N2 o C variantı. 45'te nə deyir biz? 45'te deyir ki, belə bir formul verib x3 y4. x3'dür, y4'dür. Aha, deyir ki, burada x 21'dir. Baxın, x y-ə böləndə 21 bölü 8 alır. Deməli, x 21'dir, y 8'dir. Bu bizdə olub 21, y-imiz isə 8. Gəlin burada deyir, yəni 3x 21. Deməli, 1x neçədir? 7'dir. 1x'imiz 7'dir. 4 dənə y-imiz 8'dir. Onda bir dənə y-imiz neçədir? 2'dir. Belə yazdıq mı? Yazdıq, nə güzel. Yine bizdən bu birləşməni istəyir. Yəni x2, y3. x2'ni y3 istəyir. 2 dənə x bərabərdir 14. Düzdür. Bölək. 3 dənə y. 3'ü də 2'yə vurursunuz, eləyir 6. İxtisar da parsız eləyir 7'nin 3'ə.
7 3 o da eləyir hansı cavab D var. Belə. Baxaq növbəti suala. 46-ya. 46-da eyni qaydada uşaqlar, onda həll eləyərsiniz. 47. Aha, 47 də qəşəng sualdır. Nə deyir? Deyir, kupru məhz birləşməsinin kükürdün kütlə payı 20%-dir. Uşaqlar, kuprun S yazıram. Düzdürmü? Bax, bayaq hesablamışdıq yadınızda. Yəni, omeqanı tapmağı. Deyir ki, burada kupru məhz birləşməsinin kükürdün kütlə payı 20, kükürdün kütlə payı. Bax, 20 bərabərdir. Kükürdün emerini yuxarıda yazırdıq. 32. Yəni, kütləsini yuxarıda yazırdıq. Aşağıda da ümumi emeri yazırdıq. Yəni, 64. Kuprun kütləsi 64-dür axı. Amma bilmirəm neçə dənədir. Ona görə 64. Bura x yazıram. Üstünə gəlirəm. Kükürdünkünü 32-ni. Və mən bunu vururam neçəyə? 100-ə. Buradan x-im 2 eləyir. Düzdürmü? Yəni, kuprum 2s. Bunu da kütləsi eləyir. Bizdə kütləsini də istəyir, yəni emerini. 160. O da eləyir bizdə C variantı. 48 də eyni sualdır. Baxaq 49-a. Yaxşı sualdır. Deməli, uşaqlar. Var bizdə Y, O, 3. Üstə gələ X, O, H. Alınıb bizdə X, 2, Y, O. Aha, uşaqlar, deməli, mən 49-u vaxt getməsində yazdım. İndi sizə izah eləyəcəm. Uşaqlar, deməli, deyir, reaksiya tam daxil olan maddələr. Reaksiya daxil olan maddələrimi yazdım ki, Y, O, 3-dür, X, O, H-dır. Reaksiyadan alınan maddələrimiz deyir, X, 2, Y, O, 4-dür və H2, O-dur. Bunu da yazdım. Və bizə deyir ki, X, 2, O, Y, O, 4, 28, onda 4 qramdır. Baxın, bura yazmışam ki, 28, onda 4 qram. H2, O da 3, onda 6-dır. Bunu da yazmışam, bura 3, onda 6. Və deyir ki, Y-O3-də, X-OH-da ikisindən də M qram girib. Yəni, burada yazmışam M, burada yazmışam M. Yaxşı. Ondan sonra bizə deyir ki, gəlin buradan biz bunu necə elədik və biz də bilirik ki, bir dənə dəqiq bildiyimiz suyun kütləsi 18-dir. Bir də uşaqlar reaksiyanı əmsallaşdıranda bura 2 düşdü. Yaxşı mı? Bura 2 düşür. Bunu unutmuruq. Ondan sonra biz bilirik ki, reaksiya girən maddələrin cəmi alınan maddələrin cəminə bərabərdir. Reaksiya girən maddəmiz oldu 1 bu M, 1 oldu bu M. Alınan maddəmizdən 28 14 qramdır və 3 onda 6 qramdır. Yəni M üstəgəl M bərabərdir. 28 14 qram üstəgəl 3 onda 6 qram. Yəni sağla sol bərabər olmalıdır. Uşaqlar, buradan çıxdı 16. Mən gətirdim ikisini də yazdım. 16 yazdım, bura 16. Ondan sonra mən aşağıya bir A yazdım, bir də B yazdım. Yaxşı mı? Aha, bir də B yazdım. Gəlin birinci A-nı tapaq. Necə tapdıq burada? Tənasibi necə həll elədik? Yazmışam ki, 16-dan 3 onda 6 qram su alınıbsa, onda 18 qram su neçə Y-O3-dən alınıb. Onu tapdım, A-nı işarələdim. Onu tapdım 80 qram. B-də deyilir qayda, ancaq B-də 2 moluydu deyə 2-yə də bölürük əlavə. O deyilir 40 qram. 80 və 40, 49-da alındı cavabımız Y variantı. Bu qədər. 50 də onu kimi deyim. Baxaq 51-ə. Yəni birinci bərabərləşdirirəm. Bunu da 21-ə gətirirəm. 3-ə vurdum da 21-ə gətirmək üçün.
Aşağını da 3-ə vururam, eləyir 6. İkincini də 3-ə gətirmək üçün 7-yə vururam. 21-ə gətirmək üçün 7-ni 3-ə vururam, eləyir 21. Aşağını da 3-ə vuranda eləyir 9. Düzdürmü? Üçüncünü də yazaq. Olduğu kimi 21 və 8. Aha. Bundan sonra bizə deyir ki, x-in kütlə payının azalma sırasını müəyyən edin. X-lar bunlardır. Y və Z. Aha, x-in kütlə payını tapmaq üçün nə edirdik? 21-i böləcəyik, məsələn, birincidə də deyək ki, birincidə. 21-i böləcəyik. Ümumi kütləyə 20-in altını toplayırıq, 27. Sonra ikincidə 21'i bölür, burada vuracaq 100'ə. 21'i bölürük, ikincinin kütləsi 30 eləyəcək. 100'ə. Üçüncüdə də 21'i bölürük 29. Vururuq 100'ə. Sonra bunları müqayisə eləyirik. Bu şəkildə həll olur. Baxırıq 52-ci suala. 52-ci sualda maraqlı sualdır. Aha, uşaqlar, baxırıq 52-ci suala. 52-ci suala yenə deyil, başlanğıc maddələri mol sayı, artıq qalan maddə, artıq qalan maddələri mol sayı. Deməli, ilk öncə gəlin reaksiyamızı yazaq. Reaksiyamız belədir. 2SO2 axıra qədər gedir. Uyğun olanları müəyyən edin. Deməli, bizdə reaksiyamızı yazdıq. Ondan sonra bizə deyir ki, A 4 mol. Yəni, başlanğıc maddəni deyir, götür 4 mol. Yaxşı, gəlin götürək 4 mol bunu. Aha, 4 mol. Bunu da deyir, götür 3 mol. Düzdürmü? Və biz bilirik ki, reaksiyada 2 dənə SO2 var, bir dənə də oksigen var. Bunu bölməliyik uşaqlar. Bunu 4-ü 2-yə böləndə alınır bizdə 2. Yəni, qaydası budur. 3-ü 1-ə böləndə alınır bizdə 3. Hansı çox alınırsa, deməli, çoxdan artıq qalar da, az istifadə olunub gedəcək, çoxdan artıq qalacaq. Deməli, bizdə artıq qalan olur oksigen. Deməli, 3O2 neynədir? Artıq AQ yazıram. Artıq qaldı. Düzdürmü? Deməli, amma bizdə birinci deyir ki, artıq qalan maddə Z-dir. Z-i də nə kimi göstərib? SO2 kimi. Deməli, birinci oldu bizdə səhv. Keçirəm ikinci. İkincidə də uşaqlar deyir ki, biz götür bunları 4-dən 3-ü silirik. Artıq ikinciyə əsasən gedirik. İndi deyir ki, başlanğıc maddəmiz olsun A3. Bu olsun 3. Bu da olsun 4. Aha, 3-ü 2-yə bölürəm. Mən alıram buradan 1, onda 5, 4-ü də 1-ə bölürəm. Alıram mən burada neçə? 4. Deməli, artıq qalan oksigendir. Deməli, Z də düzdür. Amma gəlin C-də yoxlayaq. Görək, artıq qalan maddənin mol sayı həqiqətində 2, onda 5-dirmi? Deməli, bu zaman biz nə edirik? Baxırıq, 2SO2-dən 1O2 alınıbsa, baxın, yazıram burada. 2 dənə SO2-dən. Əgər 1SO2 alınıbsa, 1SO2. Bəs o zaman verilən bu 3SO2-dən neçədən oksigen qalır, alınır? 3 dənəsindən bəs X. Uşaqlar, buradan X eləyir 1/5. 1/5 alınar. 1/5 alınar. Və bizdə də 4-dür. Deməli, 4-dən 1/5 alınarsa, neçəsi artıq qalar? 2/5. 2/5 nədir? Artıq qaldı. Artıq qaldı. Deməli, 2 düzdür. Düzdürmü? Gəlin 3-ü də yoxlayaq. İndi buranı silirəm. Aha, üçüncü deyir ki, bunu götür 5. Bunu da götür 2.
5-i 2-yə bölürəm, eləyir 2 onda 5. 2-ni də 1-ə bölürəm, 2. Deməli, artıq qalan nədir? SO2, düzdür. İndi gəlin bunu hesablayaq. Bunu da hesablamaq üçün yenə 2-dən 1 alınırsa 1 SO2, 2 SO2-dən bu SO2-ni göstərir. Başını yazın. Bu O2-ni göstərir. 2 molundan 1 O2 alınırsa. Deməli, uşaqlar, burada da 1 oksigenə 2 SO2 sərf olunubsa, düzdürmü? O zaman bəs 2 mol oksigenə neçə dənəsi sərf olunur? 4 dənəsi. 5 idi, 4 oldu. Deməli, 1-i artıq qaldı. 3 də düzdür. 2, 3D variantı oldu. 5-də 55 də eyni sualdır. 54-də də bayaqdan işləyik, ona uyğun asan sualdır. Baxaq 56-ya. Əslində 56-dan da işləmişəm, amma işləyə bilərik. Əla. Birinci birləşmənin formulu AB2-dir. Yenə birinci birləşməyə əsasən kəsişmə tapırıq. Deməli, 55-də verib bizə AB2, düzdürmü? Birincidə göstərib A-nı 3/5. Deməli, həqiqətən də 3/5-dir. B-ni də göstərib uşaqlar bizdə 8. Deməli, B-nin biri 4-dür ki, 4-ü 2-yə vuranda 8 göstərir. İkinciyə bax. İkincidə yenə 3/5A, B-ni də göstərib 4. Deməli, ikinci olacaq eləcə AB. Üçüncüdə çalacaq. Üçüncüdə də A-nı 7 göstərib. Deməli, A 2 olmalıdır ki, 3/5 2-yə vuranda 7 olsun. B-ni də göstərib 4. Deməli, B-də ilə B-də. A2, B. Ona uyğun aşağıda düzgün variantları seçərsiniz. 57-yə baxır. 57-də deyir ki, A. Gümüş 2SO4, natrium 2SO4. Deməli, baxın, verib burada gümüş 2SO4-ü. Verib burada natrium 2SO4-ü. Və verib burada kuprum SO4. Bizə deyir ki, burada duz qarşılı metallar ümumi kütlə payı 40%. Yəni bu metallar, baxın, bu metallarımız deyir ki, bizdə olub 40%. Deməli 40% bunlardırsa, 60% da bu hissədir uşaqlar. Bax, bu hissə. Deyir ki, kükürt və oksigen kütlə payları müəyyən edin. Deməli, 60 əgər ümumidirsə, kükürt neçədir? 32-dir. Bu da 64-dür. Deməli, 2 dəfə çox olmalıdır. Hansısa 2 dəfə oksigen kükürtdən çox olmalıdır. Düzdürmü? Və biz burada baxsaq, 3-dən 6-ya baxın, oksigen kükürtdən 2 dəfə çoxdur. Deməli, cavabımız olacaq nə? 3 və 6. 58 də o qaydada. 59, 60 rahat suallardır. 61, 62 rahat suallardır. 63-ü həll edirik. Hı -hı. 63 uşaqdır. Uşaqlar, baxın, deyir ki, kalsiumda, natriumunda atom sayı eynidir. Kalsium 20-dir, natrium metalını tapaq. Yəni, deyirik ki, əgər kalsiumun biri 40-dırsa, yəni kalsium normalı, yəni bir atom. Neçədir? 40 kütləsi. 20 dənəsi deməli 20 metal. Yəni 20 kütləsidirsə, deməli bu 0,5 atom olmalıdır. Düzdürmü? Baxın, bunu biz tapdıq ki, bu 0,5 atom olmalıdır. Yaxşı, 0,5 atom. Azotun kütləsi neçədir? Əgər bir, ona tənasibini belə yazırıq. Əgər 23 qramı bir atomdursa, 0,5 tapanda 2'ye bölürük.
X də eləyir neçə? 11/5. 11/5. Cavabımız oldu nə? 11/5. Aha, 64 də eyni qaydada. 65 maraqlı sualdır. 65 işləyək. 65-66 eynidir. 65 yazaram. 66-nı siz həll edib yorumlarda deyərsiniz. Hı, 65. Qoy mən bunu tənasübünü qurum. Yəni reaksiyanı yazım. Aha. Uşaqlar, deməli mən reaksiyanı yazdım, verilənləri də qeyd elədim. İndi həll eləyə bilərik. Uşaqlar deyir ki, bu hidrat parçalanır, alüminium KSO4 3 alınır və X mol su alınır. Və bizə də deyib ki, 27,9 qramdır bu kristal hidratın kütləsi və suyun kütləsini deyib 10,8 qram. Və biz də buradan tapırıq ki, normalda alüminium KSO4 3 vuraq X mol suyun kütləsi 342 üstəgəl 18X-dir. Və suyun kütləsi 18 vuraq X-dir. Molunu bilmirik. Biz bunu tapmaq üçün nisbəti taparıq, nisbətlərini yoxlayarıq və buradan X-imizi tapmış olarıq. Yəni, biz burada 27,9-u bölərik 342 üstəgəl 18X-a. Və bunlar da bərabər eləyərik. 10,8-i də bölərik 18X. Bu şəkildə. X da buradan çıxır uşaqlar 12. 69 da o qaydada həll olunur. Baxırıq biz 67-ci suala. 67-də də deyək ki, 0,1. Birinci biz deməli tənasüb qururuq. Deyək ki, 0,1-dən 11,1 alınırsa 2-də nəsə ilə neçə alınır? Çünki Y2S5-də axı. Yəni, baxaq, 0,1-dən yoddan alınıbsa 11,1-i o zaman 2 dənəsindən alınacaq X. X da çıxır bizdə 222. İndi baxın. 2 yod üstə gəl. 5 kükürt. Kükürdün də ki 32-də kütləsi ayrı. 32-yə vurub bərabər eləsəm 222-yə mən buradan yodun nisbi atom kütləsini taparım. O da eləyir 31 uşaqlar. Bu şəkildə. 68-ə baxırıq. 68-də nə deyir? A və B maddələr arasında gedən reaksiyanın qrafikinə əsasən A, X, B, Y birləşməsi X və Y-in cəmini hesablayın. Deməli, baxın. Əgər bu 100-dən 88-ə gəlib dayanıbsa, deməli 100 və 88 arasındakı istifadə olunub. Bura artıq qalıb. Yəni 100-dən 88 çıxırıq biz, eləyir 12. Deməli 12 qram sərf olunub A. 12 qram A da 1 mol deməkdir. Deməli A-nı tapdıq 1 mol. Çünki A-nın kütləsini verib 12. 12-ni də 12-yə böldük 1 mol elədi. Gəldik bura B-yə. 100-dən 36-ya düşüb. Yəni 100-dən 36 arası sərf olunub. Qalanı artıq qalıb. 100-dən 36 çıxır 64 qram. 64 qram sərf olunub. 64 qram da 32-yə bölündə 2 mol. Deməli B-imiz də nədir? 2 mol. Yazsaq deməli A, B2 şəklində göstərərik. Bunu da nəyini istəyir? Deməli X-dən Y-in cəmini istəyir. 2 üstə gəl 1 də elədi necə? 3. Bu şəkildə. 69-dan işləmişik, rahatdır. 70-ə baxaq uşaqlar. Deyir ki, X, Y2, O4 birləşməsinin X-in oksigen kütlə nisbəti 5/8 kimidir. Y2-ci isə 3/8 kimidir və aşağıda deyir ki, X-dən Y tapırıq, sonra onların da nisbi molekul kütləsini tapmış oluruq. Baxaq. 70.
X-in kütləsi bilmirəm. X yazıram. Oksigenci də 4 vur 16-dır. 4 vur 16. Bərabərdir 5 böl 8. Buradan X-i tapsız. Eləyir. X-imiz 40. Sonra aşağı düşürəm. Y böl 2y daha doğrusu. Çünki 2 dənə daha x, y2 o 4 deyil. 2y böl 4 vur 16. Burada oksigen kütlə nisbətini istəyir. Bərabər 3 böl 8. Buradan da y 12 verir. X-dan y tapdıq. Yerinə qoyursuz, MR-ni tapırsız uşaqlar. 71-ə baxaq. Deməli, burada da deyir 71-ci sualda x plus 48-imiz əgər 4 atomdursa, o zaman kütləmiz 20 qram olanda bilmirəm nə qədərdir. Buradan n tapırıq. Sonra keçirik ikinci qaydaya, ikinci sətrə. Deməli, burada da 40 üstə gəl x-imiz 2 dənə atomdursa, bu 40 duracaqlar. 2-dirsə əgər, o zaman 36-mız n-dir. Sonra buradan da n tapırsınız, buradan da n tapırsınız və o n-ləri bərabərləşdirib buradan x-i çıxartmış olursunuz. 72 də eyni qaydadadır. 72 yox, fərqlidir, amma rahat sualdır. 72 bayaqdan işlədiyimiz suallardan da inanmıram ki, orada bir çətinliyiniz olur, hara getdik. 73-ə baxaq. 73-ə baxaq. 72-73 eynidir. 74-ə baxaq gəlin onda biz. Deməli, 74-də deyir ki, 74-də bizə verib x2, y4 düzdürmü? Bax, var x2-miz, y4-ümüz. Deyir ki, burada maddədə x-in kütləsi 6-dır. Bu 6-dır, sonra bura neçə qalır? 2 qalır. Deməli, 4y-imiz, 2y-imiz neçə olur? Y-imiz olur 0, onda 5, düzdürmü? Bizdən də istəyir ki, x3, y8-i tapaq. x3, y8, deməli, x-imiz neçədir? 6-dır. Y-imiz 0, onda 5, x-imiz də 6. Və bizdən də x3, y8 istəyir. Yerinə qoyaq. 3-ü vuraq 6-ya. Yox, x2, y4-ümüz 6-dır. Yəni, 2 dənə x-imiz 6-dırsa, x-imiz eləyir 3. Bir dəqiqə üzrü sayın uşaqlar. Buna fikir vermədim ki, x-in ayağında 2 var. Bu eləyir 3. Biz 3-ü vururuq 3-ə. Üstünə gəlirik. Y-imiz 8. 8 dənəsində vururuq 0, onda 5-ə. Buradan da cavab çıxır 13. Yaxşı mı? 13 çıxır. Ondan sonra biz baxırıq ki, deyir ki, neçə qram y lazımdır. Əgər 13 qramın içində 4 dənə y varsa, onda 52 qramda neçə dənədir bilmirik. X. Bu da eləyir. Bu x yazın, ya bu x-dən çaşarsınız. Böyük bir A deyək. A. A-mız da neçə elədi? 16. 16. Bu qədər. 75-ə baxaq. Bir, 2, 3. Deməli, deyir ki, oksigen kütləsini istəyir. Bax, 16-nı 5-ə vuruq A variantına. Neçə eləyir? 16-nı 5-ə vuruq. 16, 48, 32 eləmir. 16. Deməli, B-yə gedir 1-ə. Çünki 16-nı 1-ə vuruq, 16 eləyir. C-yə baxaq. 16-nı 3-ə vuruq, 48. 2-yə gedir C. D-yə baxaq. 16-nı 2-yə vuruq, 32. 3-ə də gedir D. Y-yə baxaq. Y-də də 16. Bu da gedir buna. Y-yə.